Bir mövsüm ərzində 3 dəfə çempionlar üzərində qələbə qazanan komanda Kəpəz. Bunu Kəpəzdən heç kim gözləmirdi. Amma necə deyirlər, komanda qabağına məqsəd qoydu və əldə etdi. Qarabağ üzərində 2 qələbəni çoxları təsadüf sayırdı. Amma Azərbağır'a bir daha sübut etdi ki, çempionların necə deyirlər, qələbə qazanmanın dilini bilir və üslubunu da tapıb və hər şeydə özü bildiyi kimi edir. Dünənləri də Sabah üzərində qələbə qazandı, yeni çempion üzərində və bir daha sübut etdi ki, çempionlarla çempion sayağı oynamaq lazımdır. Özü də maraqlıdır. Kəpəz bu mövsümdə Yüksək Liqada qalmaq üzərində mübarizə aparır. Boş yerlərdə xallar itirir, amma çempionları məğlub edə bilir. Düzdür, dünənləri Sabahla oyunda Sabahın qapıçısı Şəhrüddin Məhəmmədəliyev üslubunda çox biabırçı bir səhv etdi. Topu rəqibə verdi və öz qapısında qol gördü. Amma bütün bunlara baxmayaraq Kəpəzi, Azərbağırı bir daha təbrik etmək istəyirəm. Komanda necə lazımda oynadı, öz gücünü göstərdi və bir daha sübut etdi ki, yeni mövsümdə də Yüksək Liqada qalmalıdır. Təsəvvür edirsiniz, bu komandanın yeni transferləri üçün məbləğlərini artırılsa, gör bu komanda neyniyər. Əgər bir mövsümdə 3 dəfə çempionları məğlub edirsə, bunun qabağını saxlamaq olmaz.